Cəmiyyətdə bir mənalı fikrin formalaşdırılması çox çətin məsələdir. Misal üçün, bir insan haqqında bir fikir söyləyirlər, 5-i deyir yaxşıdır, 3-ü deyir pisdir, ikisi deyir belə. Yəni, amma elə insanlar var ki, onlar haqqında bir mənalı çox yaxşı insandır, bir mənalı əksidir deyə bilirlər. Rasim Balayev imzası bugün ömrünün bu yaşında, bəlli bir mövqeyində böyük hörmət və böyük izzət sahibi olmağı bacaran bir imzadır deyə bilərik. Yox, içində qırtlı adamlar da var. Onlar da bilir nəyə görə danışırlar. Onsuz meşə çaqqalsız olmur. Olur, amma mən demirəm, səhvi olan insanlar çoxdur, mənim də səhvlərim var. Səhvi olmayan bir Allahdır. İdeal bir insan olmur ki, hər şey olsun. Özünüzə bağışlamadığınız səhviniz hansı səhv? Çox şükür ki, elə bir səhv eləməmişəm. Olub səhvlərim. Mən bunu eləməliydim, amma eləmişəm, amma gərək eləməyəydim. Gərək bu sözü ona deməyəydim. Çünki Allahın bir adı da səbirdir. Səbirli adam, o Əli əleyhissalamın bir sözü var, deyir ki, ən güclü adam səbrinə yiyəlik eləməkdir. O əsəbi vaxtı gəlir ki, onu ki, belə normaya salır, o ən güclü adamdır. Yəni, sinirinə hakim olan insan. Bəli, amma bu bəzən adamda alınmır. Rasim Balayevdə alınır bu. Bəzən alınmır. Bəzən. Deyirəm, sonra peşman oldum.